Salam hər kəsə. Sizlərə Harrison daxili xəstəliklər kitabını oxuduğum müddəti göstərirəm. Bu günləri Harrison'un kitabını oxumağa başladığımın 4-cü günündəyəm. Niyyətim bu 400 cildli kitabı bitirməkdir və daxili xəstəliklər, belə deyək, tibbin daxili xəstəliklər hissəsinə bir də Harrison'un nöqteyi nəzərindən yanaşmaq istədim. Harrison'un daxili xəstəliklər kitabı normal günlük istifadə üçün nəzərdə tutulmayıb, çünki məlumat həddindən artıq boldur. Bu kitabda əsas ona yönəlmişdir ki, mövcud tibbi biliklərimizi daha da dərinləşdirək. Yəni, həddən artıq informasiyanı içərisindən özümüzə lazım olan informasiyaları götürək. Təbii ki, tibb o qədər dərin və günü-gündən inkişaf edən elmdir ki, hər an bu yeni informasiyalara bizim ehtiyacımız var və beləliklə xəstələrə lazımi köməyi göstərə bilərik. Və burada bu Harrison kitabında ilk öncəki hissələrdə, yəni ilk oxuduğum hissələrdə ümumiyyətlə ilk öncə həkimlik peşəsi haqqında məlumat verilir. Həkimlik peşəsinin nə qədər ali peşə olduğu və bu peşə yolunda özünü təsdiqləmək üçün dayanmadan inkişaf etməyin zərurəti haqqında məlumatlar verilir. Eyni zamanda bir həkim tibbdə hansı nöqteyi nəzərdən qərar verə bilər, yaxud da ki, qərar verməsi üçün nələr ona lazımdır. Onlardan biraz məlumat verilir. Daha sonra fərqli ölkələrdə və xüsusilə də kitab alman dilində yazıldığı üçün Almaniyada səhiyyə sistemi haqqında məlumat verilir və daha sonra tibbdəki etik nüanslar haqqında, hansı ki, etik qərarlar qəbul etmək lazım olur və o qərarlarla necə yola getmək lazımdır onu göstərir. Və daha sonra da birinci hissənin sonunda xəstələr hansı ki onları sağalmaz xəstəliyə tutulublar və bu xəstəliklərin təbii kökündən olan bir müalicə növü yoxdur. Sadəcə o xəstələr ölüm anında yaxud da ölümə doğru getdiyi yolda biz onları necə maksimum dəstəkləyə bilərik və necə onlara kömək edə bilərik ki, onlar bu qalan ömürlərində həyatdan maksimal zövq ala bilsinlər, yaşaya bilsinlər, həyatın dadını çıxara bilsinlər. Bu birinci hissə idi. Hal-hazırda ikinci hissəyə başlayıram. İkinci hissə əsas xəstəliklərin əsas simptomları haqqındadır və birinci simptomumuz ağrıdır. Ağrının ümumiyyətlə patofiziologiyası və müalicəsi haqqında ümumi prinsiplər, daha sonra isə həyati vacib orqanların ağrılarına necə yanaşmaq lazımdır, onlar göstərilir. Birinci hissənin mövzusu budur. Daha sonra isə növbəti simptomlara, tibbdəki növbəti vacib simptomlara köklənəcək və gedişatda sizləri yeni bilgilərdən də xəbərdar edəcəyim.